Orxan Abbasov yazıb ki, aralıqdan gedəndə orada moyka var, Cavad. Onu da çəkin. Getdik. Salamünaleyküm. Allah xeyrinizi versin. Nə təəssüs? İki dənədir qardaş. Biri oradadır. Biri o birisi. Gedək. Amma moyka görmürsən, orada şey var. Deyən gedim soruşum. Ay salamünaleyküm qardaş. Cavad qardaşım, gəldim səni çəkəm. Orxan bəy yazıb ki, gəlim səninlə tanış olun. Mənim adım Əlidir. Allah şükür zavan diləsin, yorulmayasınız. Maşın yüzünüz də siz. Allah həmişə müştərinizi bol eləsin. Bax, burada yaşayanlar, ətrafda yaşayanlar, gələrsiniz qardaşın yanına. Maşına moyka lazım olanda təmizləsin qardaşım. Bəli, yüksək səviyyədə inşallah kömək olar sizə. Belə ki, qardaşım, mənim işimin adı kostyum reklam eləməkdir. Vəbşi reklam işidir. Amma çalışıram ki, o işi ikisini görüm də bir arada. İnsanlara da xeyrim dəysin. Pulsuz da sözümün canı nədir? Biz bir millət olaraq birimizə dəstək olmalıyıq. Başa düşürsən? Əsas odur, insaniyyətlidir. Qardaşım, sənin işində uğurlar. Belə də ki, pul qazanandan sonra istəsən əgər, gələrsən Bayabbaslıya, 189 manat, belə gözəl kostyum alarsan. Yaxşı qardaş, uğurlar sənə. Burada yursunlar maşınları. Maşınım olanı gətirəcəm. Ətrafda yaşayanlar, gəldiniz məhəlliyə, moykaya, gəlsiz Cavad qardaşın yanına. Baba, görürsünüz Cavad qardaşın yeri oradadır. Gördünüz? Gələrsiniz orada, başqa yerə getmək lazımdır. Düz gəlsin onun yanına, birimizə dəstək olaq da, getdik. Bax, burada Bayabbaslıdır. Kostyumlar tək qiymət 189 manat. Türkiyə fabrik istehsalı. Tək şəxsiyyət vəsiqəsindən kredit də var. Gəl al da.